bizim belə burgerito çörəklərimiz var. Bunlardan nə hazırlaya bilərsən? O çörəklərdən slider burgeri hazırlayacağım. Doğranmış toyuq etini qaba əlavə edirik. Üzərinə doğranmış yaşıl qırmızı biber əlavə edirik. Ədviyyatlardan duz, istiyot, paprika, sarımsaq tozu əlavə edib qarışdırırıq. Qaymağını əlavə edirik. Burgeritonun sosunu hazırlayırıq. 2 xörək qaşığı özüm hazırladığım mayonez əlavə edirəm. 2 xörək qaşığı qədər də ketçup əlavə edirəm. Çörəklərimizi ortadan bölüb qaba düzürük. Hazırladığımız ətli qarışımımızı burgerlərimizin içinə tökürük. Burgerlərimizin qapaqlarını bağlayıb üzərinə yağ çəkib bişməyə göndəririk. Mükəmməlliklə burgeritomuz hazırdır. Lezzetlidir. Bu burgeritolardan hazırlayın, inanın çox bəyənəcəksiniz. Mütləq hazırlayın.